İnsan duyğusal varlıqdır. Yəni mənə görə neytral insan anlayışı yoxdur məsələn. O mütləq ki, kimisə daha yaxın özünə hiss edəcək. Bu neytrallığı deyək ki, bu standartda necə qoruya bilər o insan? Öz təcrübəmdən deyə bilərəm. Mən inkişaf və təlim və inkişafa baxardım və təlim və inkişaf odur ki, korporativdən gələn məlumat məndən keçir və gedir işçi heyətinə. Deyilmi? Və orada böyük filtr mən rol oynayırdım. Və həmin o neytrallığı mən nə cür qorumağa çalışırdım özümdə. Daha güvənli idim deyə, daha təcrübəm var idi arxamda. Mən bilirdim ki, hansı sözü filan kəsə nə cür çatdıra bilərəm. Hətta bir menecerim var idi, deyirdi ki, convince me. Məni inandır ki, sənin yanaşman doğrudur. Yəni bunu kimisə inandırmaq üçün çox güclü bir bazan olmalıdır arxanda və кейslərin yetərincə keys yaşanılmışlığın olmalıdır ki, həmin o insanın vəziyyətini, halını, individual vəziyyətini doğru şəkildə rəhbərlərə çatdıra biləsən.